Salam dostlar, bu günləri biz bu YouTube'da görürsünüz, məsəl üçün yanın tərif haqqı yeməyək. Mənim bir dənə burada videom var idi dostlar. Məsəl üçün yapı kapışma videom. Baxın, burada mən Minecraft 2009'u nətər qoydum. Bunu iki cür eləmək olar. İki yolda göstərəcəm. Birincisi ən asan yoldur. Düzdür, bunu deyirsiniz ki, axı bu tətbiqdə olmur. Amma yanılırsınız. Bəzən olur, bəzən olur da. İndi region proqramalarına görə olmaya bilər. Bizdə, məsəl üçün, Azərbaycan ölkəsində, Azərbaycan Respublikasında açıqdır məsəl üçün bu. Bax, iki üsulda bizim ölkədə işləyir. Birinci üsulumuz budur. YouTube Studio'ya girin. Belə bir yer çıxır. Sizdə belə olacaqdır. Amma çox sağ olun abunələriniz və baxışlarınız üçün. Mənim bir dostum yazıbdı ki, çox gözəl olubdu. Sərinin davamını diliyorum. İnşallah Allah qoysam, mən bu Ülkələr Okulundan ikinci sezonunu eləyəcəm. Artıq eləyəcəm də, yəni ki, dostlar, neçə aydır, 3-4 aydır belə səriləri gətirmirəm, amma üzürlü sayında. Özür diliyorum, Türk dilində də deyə bilərik. Üzür istəyirəm, amma mənim indi dəqiqə eləməyə vaxtım olmur Ülkələr Okulu deyə. Eləyəcəm, amma səbir eləyim. 80 abunəmiz olsa, sizə bunu eləyəcəm. 80 abunəmiz olsa, ikinci və üçüncü sezonlar gələcəkdir. Hətta dördüncü sezonda gətirəcəm sizin istəyinizə. İnşallah belədir. Belə olur. Yəni mənim bu 75 abunəmizi 80-a qaldırsa, ya 81-80 fərqi yoxdur. Onda şey olacaq. Nəysə, indi başımızı qatmayaq. Harda qalmışdı? Deməli, sizdə belə bir menyu açılır, düzdür? Buradan kontakt yazılır, sizdə bəlkə məzmun yeri yazılır. İndi baxın, buradan sizə belə bir yer gəlir, elə. Buradan gəlirsiniz. Hər hansı bir video seçirsiniz. Amma əgər short videoları sizin başınızı qarşıdırsa, növ yazılıb buradan. Burada videolar, yəni video seçimine basırsınız. Yox. Baxın, nə qədər video. Məsəl üçün, Sofia ilə oynadım videosunu. Bura kliklədim, baxın bu 3 nöqtəyə. Kliklədik, bura deyir ki, redakt edin. Redakt edin düyməsinə basırıq. Aşağı inirik. Daha çox seçim. Take, short remixi, kategoriya və daha çox. Buna basırıq. Burada nədir? Siz buna baxın. Burada kategoriya yeri yazır. Düzdür dostlar. Kategoriya yerinə basırıq. Buradan oyunlar kategoriyasını seçirik. Düzdürmü dostlar? Narahat olmayın, proqram, yəni YouTube'un özü tanıyır bu üsuldan. Özünüz ad əlavə etmək istəməzsinizsə əgər bu üsulla həm də mobil tətbiqdə olan bir şeydir. Yadda saxlayın deyirik. Sonra dostlar, buradan YouTube'u nədir, keşini belə silirik. Şeydən də yükləmək olur. Baxın, kanalınıza video yüklənir deyil. Əslində yüklənmədir. Sadəcə yenilədik. Belə deyil, amma əslində yüklədik. Yenilədiyi daha doğrusu. Baxın, Sofia ilə oynadığıma basırıq. Deyən dostlar, deyəndırım. Hə. Dostlar, gəlmədi. Gəlmədiydi. Bu arada tanımamazlığı tuta bilər dostlar. Bunu gəlib biraz gözləyəsiniz ki, belə olsun. Yəni, oyunu özü tanıyacaqdır. Biraz sadəcə deyir ki, mən vaxt istəyirəm. Bu biraz vaxt keçəndən sonra bura baxacaq görə Roblox yazılıbdır. İkinci üsulumuza keçirik. Google Chrome'a gəlin. Sizə bir dənə link verirəm. Yazın bura studio.youtube.com. Bu sizi YouTube Studio'ya atandı. YouTube'dir bu. Bura tik işarəsini basıb görürsünüz, mən belə bir yere atır. Baxın. Kanalın idarə etmə. Burada video bloklanmağa başlayayım. Mən indi onu sildim. İndi buradan dostlar nə edirik? Burada iki dənə belə bir şey var. Baxın. Upload yeri yazır. Bak, contact yazır. Bura basır, yəni bunun
üstündəki ikinci yerə. Gördünüz, belə bir yer açıldı. Məsəl üçün, Bakı metro oynadığım videoya bir dənə klik eləyin. Buradan da basa bilərsiniz. Fərqi yoxdur. Belə də basa bilərsiniz. Baxın. Burada basa bilərsiniz. O sizə həmin yeri açır. Sonra buradan qələm işarəsi klikləyib buradakı detalların bölməsində. Aşağı indirir, digərlərinə baxın deyirsiniz. Ödənişli reklam yoxdur. Yəni bunlara sizə cavab verin, fərqi yoxdur. Amma əsas yerimiz burada kateqoriyalar bölməsidir. Baxın. Burada çəkildiyi tarix taglərin üstündə yox, deyəm dostlar, bu burada olmalıydı. Buradakı standart YouTube lisensiyalı var. İndi sizə bura heç bu short remixinə aşağı düşün, görsün yenə kateqoriya var. Burada əyləncənin əvəzinə oyunları seçirsiniz. İstədiyiniz məsəl üçün Age of Conflict yaza bilərsiniz. Məndə indi burada Roblox deyənə qoy düzgün məlumat verəyim. Roblox yazdım. Roblox 2006 çıxdı. Yaxında Age of Conflict videomuzda gələcək. Gördünüz. Buradan da yenə yadda saxlayın deyirik. Çıxırıq. YouTube'a giririk. Buradan aşağı sürüşdürürük. Bizim indi Bakı metro oyunumuza gedəcəyik. Bu Baxın, təlif yemək. Gördünüz? Roblox 2006 yeri gəldi. Yəni dostlar, belə deyəsin 2 dənə də əlavə eləmək olur, amma mən bir dənə bilirəm. İndi dostlar, baxaq görə bu şeydir. Əgər birinci o işləməsə, demək oyunu tam tanımayıb deməkdir. Görək. Daha dostlar, açılmır bura. Yox dostlar, gəl bu bir 2-3 gün gözləsin ki, qoy YouTube şeyi tanısın. Amma gördüyünüz kimi mən axı YouTube'un arka planda yaxşı, məsəl üçün o olmadı, Roblox olmadı. Buradan yenə məsəl üçün hər hansı video seçib redaktə edin deyirik. Yəni belədir bir şeydir də. Buradan kateqoriyanı onun əvəzinə oyunlar deyirik. Oyunlar düzdür, yadda saxlayın deyirik. YouTube'un keşini belə də silmək olar dostlar. Baxın. YouTube'un keşini belə də silmək olar. Əgər Honor'dursa sizdə belədir. Çünki məndə Honor'da yaddaş deyin. Keş təmizləyin deyin. Gördük, keş getdi. YouTube'a girin. İndi bir dəfə də çıxın ki, qoy tam silinsin. Yəni də keş qaldı. YouTube'a girin. Mənim elədiyim addımları. Gördünüz? İndi giririk YouTube'dan şeyə baxın. İndi düzdür. Bunda alınmadı. Amma indi gör Minecraft'ımızı tanıdı mı? Videolar deyirsiniz buradan. Buradan bir 20 mi ona baxdıq. Görək gəlib buradan. Gəlməzsə demək. Gördünüz dostlar. Minecraft Pocket Edition, Minecraft Bedrock Edition'u tanıdı. Gördünüz. Gördünüz, yəni arada tanıyır, arada səhv tanıyır, arada düz tanıyır. Baxın, bu dəqiqə Minecraft'da nəsə Java versiyasıdır, amma burada Bedrock Edition'da. Amma o problem eləmir. Yenə də Minecraft eyni şey. Sadəcə biraz versiya fərqlərdir. Bir də Java JavaScript'dən işləyir. Bedrock'da ayrı üsullarla işləyir. MSN təstdə məsələn. Yəni dostlar, belə. 2 yolumu da göstərdim. İndi Age of Conflict videosu gələcəkdir. Heç də dostlar, sağ olun, var olun. Olsa indi yenə video çəkəcəm.